yaratdığımız bir idmanla bağlı qeyri-hökumət təşkilatı vardı, fəaliyyət göstərmirdi. Yəni, fəaliyyət göstərməyən çox sayda qeyri-hökumət təşkilatları da bilirsiniz nədir? İnstitut diplomu kimi, ikinci təhsil diplomu kimi alıb evə yığırsan, sertifikat. Harasa gedəndə deyirsən ki, 2 sertifikatım var, 2 diplomum var, falan. QHT sədri yəni. Bu QHT də əslində biraz ona çevrilmişdi. İndi bu çevrilmə məsələsi təftiş olunur, müəyyən kim ki fəaliyyət göstərir, bunlar çıxır. Ümid edirəm ki, bunun önü açılacaq. Mən onun tərəfdarıyım. Mən vətəndaş cəmiyyətinin ümumiyyətlə, cəmiyyətdə sürətli şəkildə vətəndaş təşəbbüskarlığına dayanan mexanizmin inkişafının tərəfdarıyım. Niyə? Baxın, bir Laçında bu hələ Rus kontingeni qalanda biz əlimizi hara atdıq? Dedik, biz vətəndaş cəmiyyəti lazımdır. Vətəndaş cəmiyyəti, ekologiya falan hamısını yığdıq ora ki, bu bir dövlətin siyasətində böyük rol oynadı. Və ona qədər əksada doğru. Bunu kim düşünmüşdüsə, çox ağıllı bir, indi təbii ki, cənab prezidentin də rəyi ilə bu olmuşdu, amma ideyanı ola bilsin ki, mən məlumatım yoxdur, kim vermişdisə, ağıllı bir ideya idi. Demək, bu ehtiyac oldu, düzdürmü? Bəli. Bu ehtiyac, məsələn, dövlət bütün insanların evinə girmə imkanına sahib deyil. Dövlətdə hədsiz mərkəzləşmə gedəndə aşağılarda müəyyən problemlərin həlli mümkünsüz olur. Yəni ki, yerdə, hansısa bir dar küçədə asfaltı görməyə bilər. Düzdür, indi məsələn, binokulla baxıb hər yanda hansı tikinti gedir, falan gedir, bunu görmək mümkündür. Hansı ev var, kimin villası var, kimin yoxdur, bunlar müəyyən elə bilirsən. Amma bir evdə bir 2 əlil uşaq var, 2 əlil insan var, fiziki qüsurlu insan var, bunun yemək aparanı yoxdur. Bu, xeyriyyətçi məqsədlə yaradılan qeyri-hökumət təşkilatı bunu eləyə bilər. Başqa vətəndaşlardan ianə formasında alıb eləyə bilər. Yaxud da ekologiya ilə bağlı aktuallaşıb məsələlər, süni intellektlə bağlı aktuallaşıb. Bu məsələləri kim hakü qaldıracaq, kim hansısa bir ağacın kəsilməsinə etirazı qoyacaq, kim hansı haradasa yaşıllaşma təşəbbüsü ilə çıxış edəcək. Bunu ancaq bir Yeni Azərbaycan Partiyası ya Böyük Quruluş Partiyası bir iməzlik keçirməklə, eləməklə bu yetərli deyil ki. Bu bir kampaniyadır, partiyanın təbliğatıdır. Amma bunu yaxşı olar ki, ekologiya ilə məşğul olan qeyri-hökumət təşkilatları, hansısa bir zərərli obyektin vətəndaş sağlamlığına vurduğu zərəri müəyyən edən bir fəaliyyət olur. İdmanla bağlı, demək olar ki, insanların bir sosial təşəbbüskarlığı ilə bağlı hansısa bir şəkildə bu var. İndi mən ötən dəfə məclisdə də bunun təriflədim. Qadın hüquqları müdafiəçi Novella Cəfəroğlu nə qədər böyük işlər görür. Kəmalə Ağazadə nə qədər böyük işlər görür. Mehriban Zeynalov, Təmiz Dünya, İnsan Alveri nə qədər böyük işlər görür. Ya bu insanlar, böyük işlər görən insanlar hardan gəliblər? Hamısı qeyri-hökumət sevkidir. İndi dövlətdə müəyyən dərəcədə millət vəkili olan, harsısa bir deyək ki, dövlətdə müəyyən postlarda olan, vəzifədə olan xeyli insanlar bu məktəbdən yetişiblər. Biz bu məktəbdən yetişəcək insanın yolunu niyə bağlayaq? Ona görə bunun açılması tədricən baş verəcək. Mən ona ümid eləyirəm. Yəni ki, bu bütövlükdə biz çalışmalıyıq ki, vətəndaş cəmiyyətinə daha çox. Amma dediyim məsələ biraz aktual olduğuna görə, yəni fəaliyyətsiz, alıb möhürü, oturub, say gedir ki, 5.000 QHT, 10.000 QHT falan, bununla olmur. Yəni biz artıq bu sayı partiyalarda elə edildi. Məsələn, müsbət oldu. Partiyalar 52 partiyanın sədrini tapanmadılar, hardadır. Akademiya gedib hansısa bir rayonda yaşayır, yerini tapanmırdılar. Bir tər polis, uçaskovu falan hamısı getdi, axtarıb partiya sədrini tapıb gətirdilər ki, hansısa bir tədbir, yaxud da imza mərasimi falan da. İndi say 25-ə. İndi bəlkə gələcəkdə daha fərqli bir model səsi. Çünki cəmiyyətin bu 25 partiya yükünü apara biləcək imkana sahibdirmi, istəyə sahibdirmi? Yəni, bu tələblə bağlı. Tələbat varmı? Tələbat. İndi QHT-yə də tələbata baxır. Yəni, hansı sahədə QHT yaradılması və bu təşəbbüskarın olması vacibdir. Mən onun tərəfdarı deyirəm ki, bunu dövlət müəyyən edər. Çünki vətəndaş cəmiyyəti qeyri-hökumət təşkilatıdır. Hökumət buna qarışmır. Amma biz artıq dediyim kimi bəlli bir proseslərdə, xüsusilə də məsələn regional indi əlaqələr açılanda, sabah erməni QHT-si ilə üz-üzə oturmağa Azərbaycan QHT hər sahə üzrə hazır olmalıdır.
Hələ başqa tərəfini qoyuram. Siyasi cəhətdən yetkin QT-lərimiz olmalıdır. Bu işləməlidir ki, yetkinləşsin də. Bəli, xaricdən qrantlar kəsildi. Normal, başqa asıllıq ortadan qalxdı. Dövlət də verdiyi qrantın müəyyən bir həddi var. Ondan o tərəfə qrant verə bilmir. Amma cəmiyyət var axı. Məsələn, cəmiyyətdə yüzlərlə tutaq ki, lap dindar olsun, dindar olmasın, dəxli yoxdur. Xeyriyyə işləri görmək istəyən, məktəbə pul vermək istəyən, kömək eləmək istəyən, hansısa bir əlilə, deyək ki, imkansızsa kömək eləmək istəyən insan sahibi var ki, çoxlu insanlar adam axtarırlar ki, bunu QT vasitəsilə eləsin, bu iyanə köçsün, o da tədbirlərlə həm də cəmiyyəti buna aşılasın, cəmiyyətdə bu ideyanı, düşüncəni cəmiyyətdə təbliğ eləsin. Ona görə bu istiqamətdə mənim düşüncəmə görə müəyyən açılımlar demək olacaqdır və artıq bu proses yekunlaşandan sonra o lazımsız fəaliyyət göstərməyən bu mexanizmi ortadan qaldırandan sonra bu istiqamətdə müəyyən azadlıqlar genişləndiriləcək. İnşallah.